Azərbaycan və İran arasında hüquq mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti təmas baş tutub. Səfir Müştəba Dəmirçili isə qəbul üçün təşəkkürünü bildirərək iki ölkə arasında münasibətlərin əhəmiyyətini vurğulayıb. O, İlham Əliyev tərəfindən İran səfirliyinə edilən başsağlığı ziyarətini və Azərbaycanın göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib. Yarımada.info xəbər verir ki, aprelin 24-də Kamran Əliyev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müştəba Dəmirçili ilə görüş keçirib. Baş prokurorluğun məlumatına görə, görüş zamanı baş prokuror İranın ali rəhbəri Ayətullah Seyid Əli Xomeney ilə bağlı baş verən hadisələr və mülki şəxslərin həlak olması münasibəti ilə başsağlığı verib, regionda sülhün bərqərar olunacağına ümid etdiyini bildirib. Tərəflər həmçinin qarşılıqlı səfərlərin təşkili və əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıblar.